Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi qaymaqlı göbələk hazırlayacağam. Çox dadlı, ləzzətli bir yeməkdir. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. İlk öncə nə edirəm? Gördüyünüz kimi göbələklərin qabığını soyuram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Gördüyünüz kimi göbələyin qabığını rahatlıqla soydum və bunları yuyuram. Göbələk yuyulub suyu çəkiləndən sonra bunu xırda-xırda doğrayıram. İstədiyiniz formada doğraya bilərsiniz. Göbələyi doğradım, bunları bişməyə qoyacağam. Ərzaqlarımız nədən ibarətdir? 3 ədəd kartof, 2 ədəd soğan, 1 ədəd şirin balqar bibəri, 250 qram toyuq filesi və qaymaq. Əvvəlcə göbələyə yağ qatmadan, su qatmadan bişməyə qoyuram. Çünki bilirsiniz, göbələyin öz suyu çıxır. Ağzı açıq formada göbələyi bişirirəm. Göbələk orada pişənə qədər soğanımızı da doğrayıram. Soğanımızı da çox xırda doğramıram. Və bunu da qovrulmağa qoyuram. Ayrı-ayrı pişirəcəm ərzaqlarımızı. Göbələk burada pişir, soğan da burada qovrulur. Göbələyə niyə qatmadım? Çünki göbələyin suyu çıxdığına görə soğanla bir yerdə qovurmuram, ayrı-ayrı qovururam. Kartofumuzu da kubik şəklində doğrayıram. İnanın ki, çox dadlı, ləzzətli bir yemək alındı. Artıq göbələyimiz bişir, üzərinə yağ əlavə etmişəm. Yağ da qovrulsun. Toyuq filesini də xırda-xırda doğrayıram. Səhifəmdə bir neçə növdə göbələk yeməklərini bişirib paylaşmışam. Bu da bir başqa bir növdür. Biberi də xırda kubik şəklində doğrayıram. Əgər sizdə biber yoxdursa, bunu əlavə etməyə də bilərsiniz. Vacib deyil. Məndə olduğu üçün əlavə etdim. Soğanı da biraz qovurub göbələyə qarışdırıram. Soğanı çox qovurmuram, çünki göbələklə də biraz qovrulacaq. Toyuq filemizi də ayrıca qovururam. Və biraz qovrulandan sonra üzərinə biber əlavə edirəm.
Üzərinə duz, istiot əlavə edirəm. Biberlə də biraz qovururam. Artıq biberlə də qovurdum və bunu da yenə göbələyin üzərinə əlavə etdim. Və son olaraq kartofu da bişirirəm. Kartof da qızardı, bişdi. Bunu da yeməyimizə əlavə edirəm. Siz istəsəz bunların hamısını bir yerdə də qovura bilərsiniz. Amma mən bunları ayrı-ayrı qovururam, belə daha dadlı olur. Artıq yeməyimiz hazırdır. Bunun üzərinə qaymaq əlavə edəcəm. Mənim əlavə etdiyim qaymaq bu cürə qaymaqdır. Marketlərdə satılır. Və qaymaqla da yaxşı-yaxşı qarışdırıram. Biraz bişdisə bəs edir. Gördüyünüz kimi artıq yeməyimiz hazır oldu. Möhtəşəm görüntüsü, möhtəşəm dadı oldu. Bu da bizim qaymaqlı göbələk yeməyimiz hazır oldu dəyərli izləyicilərimiz. Bir videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər. Sağ olun. Allah'a emanet olun.